Herkese salam. Bugün növbəti bir YouTube videosuna sizin qarşınızdayım. Bugün mən nədən danışacağam? Çində oxumaq üçün təqaüd imkanları, ya da təqaüdsüz şəkildə Çində oxumaq necə olur? Bunları necə mümkün müraciət etmək və sair və danışacağam. Gəlin birinci bir təqaüdlərin növlərindən danışaq. Hansı təqaüdlər var, necə bunlara müraciət etmək olur və s. Demək, mənim bildiyim bütün təqaüdlər əsasən 3 hissəyə bölünür. Konfutsi təqaüdüdür. Sadəcə olaraq dil tələbələrinə verilir və sadəcə olaraq Çinlə bağlı dil, Çin tarixi, Çin mədəniyyəti və s. və ilaxır bunlar üçün nəzərdə tutulub. Bunlar 4 həftəlik də olur, yəni 1 aylıq yayda, yarım illik, 5 aylıq, yəni və 1 illik təqaüdlərə bölünürlər bunlar. Magistratura da mümkündür oxumaq Çin dili üzrə yenə. Yəni Çin, sadəcə çünki Konfutsi Çin belə deyək də mədəniyyətini, institutları mədəniyyəti yaymaq üçün nəzərdə tutulurlar. Çinin yumşaq güc belə deyək vasitəsidir və bunlar sadəcə Çin dilini öyrənmək üçün verilir. İkinci əsas təqaüd bizdə universitet təqaüdləridir. Yəni universitetlər ayrıca özlərinin saytına girirsiniz. Nə istəyirlər sənədlər, application formlar, nə istəyirlər hamısını orada doldurursunuz, sənədləri göndərsiniz birbaşa universitetin özünə. Amma bu təqaüd, bu belə bir formatda cavab almaq üçün çox yüksək göstəriciləriniz olmalıdır ki, qəşəng əlaqələriniz olmalıdır. Çünki belə deyim də hər müraciətlərə baxmırlar onlar orada. Çünki müraciətlər çox olur və s. və ilaxır. Bir də bu universitetə müraciət edəndə siz tam təqaüddən yəqin ki, şansınız çox az olacaq. Çünki universitetlər adətən tam təqaüdü vermirlər. Yəni partial, hissəli təqaüd də əldə edə bilərsiniz. Bəzi şeyləri örtəcək. Məsələn, təhsil haqqını azad olacaqsınız, bəlkə yataqxana xərcində azad olacaqsınız, amma gündəlik cib xərci verməyəcək də, belə deyək. Məncə də ən əsas təqaüdə Çin hökumət təqaüdü deyilir. Chinese Government Scholarship gedir adı. Zhongguo Zhengfu Jiangxuejin. Deməli, bu təqaüdün özü 2 hissəyə bölünür. A tipi, B tipi. Deməli, A tipi nədir? A tipi bizim Təhsil Nazirliyi və onların Təhsil Nazirliyi arasında müqaviləyə əsasən həyata keçirilir və belə deyim də bizim o seçimi, tələbələr seçimini bizim Təhsil Nazirliyi aparır. Çünki onlar müqaviləyə əsasən tələbə seçimi bizim Təhsil Nazirliyinə öhdəlik olaraq verirlər. Yəni onlar kimi istəsələr seçib göndərirlər. Biraz azad amma verilir, amma çox yaxşı təqaüddir. Vaxtında mən də özüm də bu təqaüdlə gedmişəm və təyyarə xərci də daxil olmaqla bütün xərcləri örtən bir təqaüddür. Bu təqaüddə müraciət prosesi Təhsil Nazirliyinin saytında olur. Deyəsən dekabrda açırlar müraciət formunu. Girirsən, orada sayt qoyur, sənədləri oraya yükləyirsən. Çoxlu sənəd istəyirdi. Mən yadıma ki, qəbul balının çıxarışını belə istəyirdi o vaxtı bizdən. Bütün sənədlər yükləndikdən sonra onlar müsahibəyə çağırır. Müsahibədə də dil zaten biliyinin sertifikatı yüklənmiş olur və belə deyim də o simvolik bir xarakter daşıyır dil yoxlanılması. Dil yoxlanılır, qoyduğunuz üzrə HSK Çin dili yoxlanılır. Zaten HSK imtahana girmiş adam Çin dilini bilir də, yəni, amma yəni yoxlanılır və IELTS-a ingilis diliniz yoxlanılır. Və orada sizə tarix, Azərbaycan tarixi, Azərbaycan qan yaddaşı və s. və ilaxır ümumi dünya görüşünüzü və öz ixtisasınızdan bəzi suallar verirlər. Mən keçmişdim vaxtda video yazı olunur, yəni ədalətsizlik heç bir şəkildə olmur. Sualların hamısına cavab vermisinizsə, yəni siz o müsahibədən keçmisiniz. Bu bizdə E tipidir, amma bizdə B tipi də var bunun. Bu B tipini artıq Təhsil Nazirliyində gündəlik xərclik də daxildir. Bakalavr 2500 yüəndir, Konfutsi da daxildir. Konfutsi təqaüd də verir buna. Eyni şəkildə bakalavr 2500, magistraturda 3000, dil kursunda 2500. Bu Təhsil Nazirliyinin A tipi də 2500 bakalavr, 3000 magistra. 3500 də deyəsən doktoranturaya verir. Yəni tam təqaüddür. B tipində isə tamda ala bilərsiniz təqaüdü, yarım təqaüd ala bilərsiniz. Bu da buna müraciətdə Chinese Government Scholarship'in saytından aparılır. Bu müraciət prosesinin irəli mərhələləri üçün mənə yaza bilərsiniz. Yəni çünki mən bu işlə özüm məşğulam və
tələbələrə bu istiqamətdə bütün belə deyim, xidmətləri göstərirəm. Deməli, B tipdə isə bizdə nə daxil oldu? Daxil oldu ya tam, ya da nələrsə daxil olacaq, aylıq xərc daxil olmayacaq. Aylıq yemək pulu, belə deyək ki, daxil olmayacaq. Bu da bizdə oldu, deməli, B tipi. Başqa necə içinə gedib çıxmaq mümkündür? Başqa öz şəxsi, belə deyim də, maddi resurslarınızdan gedib çıxa bilərsiniz. Yəni, bunun üçün sizdən heç bir sertifikat istəməyəcək, bunun üçün sizdən heç bir göstərici istəməyəcək. Gedib pulunu verib universitet oxuyacaqsınız. Bu da mən bu xidməti də həyata keçirirəm, amma bu, belə deyim də, əsasən əgər kiminsə hansısa bir göstəriciləri varsa, niyə də təqaüd yox. Amma istəsəniz, yəni məsələn, Çində iş görürsünüz və sizə müddətli viza lazımdır, uzun müddətli viza lazımdırsa, yəni bu yolla rahatlıqla gedə bilərsiniz. Hamı gedə bilər bu yolla. Yaş limiti səhv etmirəmsə 55 yaşdır ya da 45 yaşdır və belə bir yaş limiti var. Məncə 45 olmalıdır. Amma təqaüdlər üçün 35 yaşdır bu arada yaş limiti. Yəni təqaüdlər mövcud etmək istəyirsinizsə 35 yaşdan az yaşınız olmalıdır. Və belə formatda müraciət edə bilirsiniz. Özünüz, öz pulunuzla yataqxananı verirsiniz, illik təhsil haqqınızı verirsiniz, özünüz özünüzə baxırsınız, yəni orada qidalanmanızı özünüz qarşılayırsınız, paltarınızı, hər şeyinizi özünüz qarşılayırsınız, gündəlik xərclərinizi və belə şəkildə Çində rahatlıqla oxuyursunuz. Bu da öz resurslarınız imkanıdır və bəzən elə bir şeylər olur ki, məsələn mən bir neçədən belə təqaüd elan eləmişdim. Dil göstəricisi istəmir və Çində sənə 1 illik dil kursu keçir. Amma adətən bu kurslarda hissəli təqaüd verir. Yəni nələrsə verir, nələrsə qarşılamır. Ümid bu video sizə faydalı oldu. Bunun ikinci hissəsini də çəkəcəm. Yəni Çində təhsil və o bizə nələr verir, Azərbaycandakı təhsildən fərqləri nələrdir? Ümid bu video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşərik.